İndi qırğın düşəcək idman sevərlərlə tənbəllər arasında. Alimlər təzə tədqiqat aparıb və bildiriblər ki, yuxu idmandan qat-qat daha xeyirdir. Hə, hörmətli tənbəllər, indi əlimizdə bayraq eləyirik bu xəbəri və bütün dostlara paylaşırıq. Xüsusən hansı dostları göndəririk? Səhər tezdən yuxusuna zəhər qatıb parkda qaçanlara. Mən idmanın tərəfdarıyam. Hər gün ən azı 10 min addım eləməyə çalışıram. Amma qaçmaq, ağır idmanla məşğul olmaq mənlik deyil. Və indi isə siz həmin o dostlarınıza bu videonu paylaşa bilərsiniz və alimlərin yuxunun idmandan qat-qat daha xeyir olduğunu sübut etdiyini də göstərə bilərsiniz. Yuxu yoxsa idman? Yeni qlobal araşdırma göstərib ki, kifayət qədər yuxu bəzən fiziki aktivlikdən daha çox vacibdir. Communications Medicine jurnalında dərc olunan tədqiqat 70 mindən çox insanın 3,5 il ərzində toplanmış yuxu və fəaliyyət məlumatlarını təhlil edib. Nəticələrə görə iştirakçıların yalnız təxminən 13%-i həm gündə 7-9 saat arası yatıb, həm də ən azı 8000 addım atmaq kimi tövsiyələrə davamlı şəkildə əməl edib. Tədqiqatın aparıcı müəllifi Avstraliyanın Flinders Universitetindən olan Kash Fitton bildirib ki, insanların çoxunun həm yuxu, həm də aktivlik standartlarını gündəlik qoruması çətindir. İştirakçıların 17%-i isə həm yetərsiz yatıb, həm də 5000-dən az addım ataraq oturaq həyat tərzi kateqoriyasına düşüb. Bu isə xroniki xəstəliklər, çəki artımı və psixi sağlamlıq problemləri ilə əlaqələndirilib. Mütəxəssislər bildirib ki, daha gün boyu enerjili olmaq üçün gecələr yaxşı istirahət etmək gərəklidir. 6-7 saat arası yatan şəxslərin ertəsi gün daha çox addım atdığı müşahidə olunub. Alimlər insanların vaxt azlığı olduqda idmandan əvvəl yuxunu üstün tutmasını məsləhət görüb.